1 stəkan süt, 1 xörək qaşığı maya, 1 yumurta, 3 xörək qaşığı şəkər. Şəkəri artıra da bilərsiniz. 3 xörək qaşığı bitki yağı. Birlikdə qarışdırırıq. 400 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Yumuşaq, ələ yapışmayan xəmir olur. Qabımızı yağlayırıq. 40-50 dəqiqə dinləndiririk. Dinləndikdən sonra əlimizlə biraz öfkələyirik ki, mayayı gəlməsin. Nazik olmayacaq şəkildə yayırıq. Forma ilə kəsirik. Üzərindən videoda göstərdiyim kimi forma veririk. Çalışdığımız qədər çox basmayın, kəsilməsin xəmir. Bütün kəsdiyimiz xəmirləri eyni qayda ilə forma veririk. On 15-20 dəqiqə dinləndiririk. 1 yumurtanın sarısı, 1 çay qaşığı süt. Vurduqdan sonra üzərindən oyuq açırıq. Həmən oyuğa cem vururuq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 20-25 dəqiqə bişiririk. Bişib soyduqdan sonra bulkumuzun kənarlarına cem vururuq və kokosla bəzəyirik. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.